Değerli izleyiciler, aziz dostlar, böyük ev aktaranlar, geniş ev aktaranlar, bir tane arkadan çəkməni, bir tane qonaq otağı böyüklüyünə baxın. Belə bir şəxsi ev aktaranlar, bu genişlikdə böyük ailələr üçün bir tane super, 4 otaqlı, bir 3 sot yanında ev sizə təqdim edirəm. Ona böyle kənddən kəsəydin, yer tökdü olur evrəni, hələn. Böyle bir, bu yataq otağı nə, bu yataq otağı nə. Gördünüz, tak keçib, uşağın beşiği şifrənir, hələ bir dənə də bura demək olar ki, yekə kravat qoymaq olar. Yəni böyüdür, genişdir, kvadraturası 240 kvadratdır. Yəni əsl böyük ev axtaranlar üçün. Digər bir ölçüdə otaqda buradadır. Baxın bu otağın ölçüsünə. Taxtı, şifrəneri. Hələ burada bir dənə də satın taxlığı yer var. Bu boyda böyükdür, bu boyda genişdir. Detsko otağı bəzi evlərin qonaq otağı boydadır. Keçək evimizin detsko otağına. Elə gördüm 5'ə başlı detsko otağıdır. Və keçid alırıq evimizin mətbəx hissəsinə. Hər tərəfli pəncərələr də öz həyətinə baxır. Bu da mətbəx. Mətbəxdə yəni oturub, yeyib, içmək, pollu belə bir geniş yer var. Pəncərələr də hamısı öz həyətinə baxır. İndi isə keçid alırıq, evin həyətini sizə təqdim edirəm. Gördüyünüz kimi bu da evin həyətyanı sahəsi. Geniş həyətyanı sahəsi var. Talvar nə kimi? Qəşəng üzüm talvarı da var həyətdə. Evin də həyəti bu hissədir. Pramoy da küçəyə baxır. Qazı var, işığı var. Su da ki burada istifadə suyudur. Daim istifadə suyudur. Burada evin çöl görünüşüdür. Köhnə dədə baba şifirindən vurub. Bəh, nə qədər dolu yağır yazın, səsləri gəldi. Orada bir dənə əldamı düzəldilib hazır. Əldamı üçün. Burada da bir dənə ayaq yolunu görsən. Tamam, burada nə açdım? Sahibi. Çək ayaq yolunu da bir dənə. Bəh. Dəyərli izləyicilər, ev Binə qəsəbəsində yerləşir. Ülvi Bağça yolundan da gəlmə olur. Məxməri yolundan da gəlmə olur. Tam iki yolun mərkəzində. Yeri rahat yerdir. Su qalan yer deyil. Sənəd bələdiyyədir. Qiymət 65.000 manatdır. Bu boyda böyük geniş kvadratlı evə. Reallıq olsa qiymətlə indi cüzi bir razılaşma olar. Bizi izlədiyiniz üçün təşəkkürlər.